Xəbər verdiyimiz kimi Qarabağ Premyer Liqanın 32-ci turunda Sabahla maçda 1-1 hesablı heç-heçədən sonra sona 4 tur qalmış ölkə çempionu olub. Pancomi TV xəbər verir ki, oyundan sonra Qarabağın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb. Çətin və bir o qədər də gözəl çempionat oldu. Hiss olunur ki, hər il çempionatın keyfiyyəti qalxır. Hakimlərimizdən çox razıyam. Qarabağ hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. Sabah çox gözəl oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz biraz bəxtimizdən asılıdır. Görək, püşkatmadan bizə hansı komandalar çıxacaq? Hamıya məlumdur ki, mənimlə Qurban Hocanın arasında möhtəşəm mənəvi birlik var, bir-birimizi gözəl başa düşürük. O, bilir ki, biz həmişə onun yanındayıq. Sponsorumuz hər zaman bizə dəstəkdir. Məşqçimiz hansı futbolçuları istəsə ona tam olaraq dəstəyik. Sabahla Kubokun final matçı var, o maçdan sonra Qurban Hoca ilə görüşümüz olacaq. Hansı futbolçuların gedəcəyi və yeni futbolçuların alınması barədə müzakirəmiz olacaq. Çempionlar Liqasında olmağımız bizim üçün hər tərəfdən müsbət haldır. Mən komandaya hədəf qoymuram. Özləri bilir ki, əsas məqsəd Azərbaycana ilham verən bir oyun sərgiləmək və ölkəmizin adını layiqincə təmsil etməkdir. Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv olunub. Nəzərə alsaq ki, Qarabağ da Çempionlar Liqasında oynayacaq və bunun üçün transferlər gərəkdir. Limitin ləğv olunması sizin transfer planlamasına təsir edəcək. Mən belə düşünürəm ki, limitin ləğv olunması bizə qısa müddətli kömək edir. Azərbaycan futbolunu sevən biri kimi deyə bilərəm ki, mən uzun müddətli inkişafın dəstəkçisi olaraq limitin ləğv olunmasının tərəfdarı deyiləm. Buna baxmayaraq, biz uşaq futboluna öz dəstəyimizi və diqqətimizi daha çox yönəldəcəyik. Biz özümüzə hədəf qoymalıyıq ki, öz daxilimizdə limit olsun.